Salam şagirdlər, bugün 2023-cü ildə keçirilmiş buraxılış imtahanının suallarına baxacağıq. Birinci sualda x böl y plus y böl x bərabərdir 4 olarsa, bu ifadənin qiymətini hesablayın deyir. Əvvəlcə biz bu kəsri, məxrəcləri bərabər olan kəsrin cəmi şəklində yazaq. Yəni x bölünsün 4, x kvadratı, y kvadratı plus y üstü 4 bölünsün x kvadrat böl y kvadrat. Bu şəkildə yaza bilərik bunu. Bərabərdir. Burada x kvadratı ilə x üstü 4 ixtisar eləsək, burada x kvadratı qalacaq. Burada y üstü 4 ilə y kvadratını ixtisar eləsək, burada da y kvadratı qalacaq. Yəni qaldı x kvadratı bölünsün y kvadratı üstə gələk, y kvadratı bölünsün x kvadratı. Bu ifadəni tapdıq. İndi bu ifadə ilə bu ifadə görürsünüz bir-birinə oxşayır. Deməli biz bunun kvadrat almaq üçün hər tərəfini kvadrata yüksəltsək, bu ifadəni ala bilərik. Yəni bu ifadənin sol tərəfini də kvadrata yüksəldirik, sağ tərəfini də kvadrata yüksəldirik və müxtəsər vurma düsturu ilə açırıq. Bunu müxtəsər vurma düsturu ilə açsaq, birincinin kvadratı, yəni x kvadrat, y kvadrat plus bunların hasilinin 2 misli 2 vurulsun x böl y vurulsun y böl x üstə gələk ikincinin kvadratı, yəni y kvadratı bölünsün x kvadratı bərabərdir 16-ya. Yazsaq, burada y-lər ixtisar gedir, x-lər də ixtisar gedir, qalır 2 y kvadratdır burada. X kvadratı böl y kvadratı üstə gələk y kvadratı böl x kvadratını sol tərəfdə saxlayaq. Bu 2-ni də keçirib sağ tərəfə 16-dan çıxsaq, 16-dan 2 çıxsaq qalacaq 14. Bizə elə bu ifadə lazım idi. Cavab oldu 14. İkinci suala baxaq. İfadəni vuruqlara ayırın deyir. Buradan biz 2-ni əvvəlcə möhtəriz xaricinə çıxardaq. 2-ni möhtəriz xaricinə çıxarsaq, burada qalacaq 16 çıxılsın y-in kvadratı. Burada da 16 4-ün kvadratıdır. Bu da kvadratlar fərqi düsturudur. Bir dəfə toplayıb, bir dəfə çıxmalıyıq. 2 vurulsun, 4 çıxılsın y və 4 üstə gələk y. Kvadratlar fərqi düsturu ilə bir dəfə topladıq, bir dəfə çıxdıq. Cavab da olacaq Y variantı. Üçüncü sualda kosinus 2 kosinus çıxaq, 2 sinus x ifadəsinin qiymətini hesablayır. Hesablayın deyir. X-in qiyməti verilib pi böl 6. Yerinə yazsaq olacaq 2 vurulsun kosinus pi böl 6 çıxılsın 2 vurulsun sinus pi böl 6. Burada sadəcə cədvəl qiymətlərini bilmək lazımdır. Sinus pi böl 6 30 dərəcədir. Kosinus 30 dərəcədə kök 3 böl 2 alır. Sinus 30 dərəcədə isə 2-də 1 alır. Burada 2-lər ixtisar gedir. Qalır kök altında 3 çıxılsın 1. B variantı. Dördüncü suala baxaq. Kompleks ədədlər verilib. Hasilini soruşur. Kompleks ədədləri bir-birinə vurmaq üçün adi çox ədlinin çox ədliyə vurulması kimi möhtərizəni vurub açmaq lazımdır. 2 üstə gələk 2i vurulsun kök 3 çıxılsın i bərabərdir. Adi qayda ilə vurub açırıq. 2 kök 3-ü bunların hər birinə vururuq. 2 kök 3-ü kök 3-ə vursaq eləyəcək. Kök 3 kök 3-ə vuranda 3 edir. 3 də 2-yə vuranda 6 eləyir. Çıxılsın. 2-ni i-yə vursaq elə. 2 kök 3 i-yə vursaq 2 kök 3 vurulsun i eləyəcək. İndi 2 i-ni vururuq kök 3-ə. Olur 2 kök 3 i çıxılsın. 2 i-ni i-yə vururuq. Olur 2 i-nin kvadratı. Bərabərdir. Burada 2 kök 3 i, 2 kök 3 i, biri müsbət, biri mənfidir. Bunlar gedir. Bir də qalır 6 çıxılsın. i-nin kvadratı mənfi 1-ə bərabərdir. i-nin kvadratı mənfi 1-ə bərabərdir. Mənfi 1-i də 2-yə vursaq eləyəcək. Müsbət 2. 6 ilə 2-ni topladıq. Elədi 8. 5-ci suala baxaq. O mərkəzli çevrədə bunlar paralel verilib. DMB 30-dur. DMB. Bu qövs 30 dərəcədir. Bunlar paralel olduğuna görə qarşı tərəfdə 30 dərəcə olmalıdır. AS qövsü də. Paralel vətər arasındakı məsafə 4-dür. Çevrənin radiusunu soruşur. Çevrənin radiusunu soruşursa,
Onda biz buradan bir dənə radius çəkə bilərik. Gəlin buradan bir radius çəkək. Bu mərkəzi bucaqdır. Mərkəzi bucaq qövsə bərabər olur. Deməli, bura 30 dərəcədir. Bura 30 dərəcədirsə, paraleldirsə və bunlar çarpaz bucaqdır. Daxili çarpaz bucaqlardır. Bura 30 dərəcədirsə, deməli, bura da 30 dərəcə olmalıdır. Burada biz nə aldıq? Düz bucaqlı üç bucaq aldıq. 30 dərəcəli bucaq qaydasına görə bu 4'ü buraya yazaq, bizi çaşdırmasın. 4 hündürlükdür, yəni məsafədir. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Hipotenuz da bizdə radiusdur. Deməli, R 8 olmalıdır. 8'in yarısı 4'dür. Deməli, radius oldu 8. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Bu qaydadan istifadə elədik. 6-cı sualda iki paralel müstəvi üzərində A və B nöqtələrindən digər müstəvini A1, B1 nöqtələrində kəsən iki paralel düz xətt çəkmişdir. Tutaq ki, iki dənə paralel müstəvi verilib bizə. Bunlar üzərində A nöqtəsi və B nöqtəsi qeyd olunub. Bu nöqtələrdən digər müstəvini A1 və B1 nöqtəsində kəsən iki paralel düz xətt çəkilmişdir. Buradan bir dənə paralel düz xətt çəkiblər. O birisi müstəvini A1-də kəsir. Buradan da bir dənə paralel düz xətt çəkiblər. Bu da digər müstəvini B1 nöqtəsində kəsir. A1, B1 2,8. Yəni buradan bura 2,8 cm olsa AB parçasının uzunluğunu tapın. Bu da 2,8 olacaq. Çünki burada bir paraleloqram alınıb. Qarşı tərəflər paraleldir. Müstəvilər də paraleldir. Alfa müstəvisi ilə beta müstəvisi də paraleldir. AB düz xəttlər də paralel. Yəni qarşı tərəflər paraleldirsə burada paraleloqram alınır. Paraleloqramın da qarşı tərəfləri bir-birinə bərabərdir. Deməli, cavab olacaq 2,8. Bərabər yanlı trapesiyanın hündürlüyü yan tərəflə 45 dərəcəli bucaq əmələ gətirir. Bərabər yanlı trapesiya çəkək. Bərabər yanlı trapesiyadır. Hündürlüyü yan tərəflə. Buradan bir dənə hündürlük çəksək, yan tərəflə burayla 45 dərəcəli bucaq əmələ gətirir. Burada 90 olduğuna görə burada 45 olmalıdır. Bucağın daxili bucaqlarının cəmi 180-dir. Onda bu bərabər yanlı olur. Bura ilə bura bir-birinə bərabər olur. Bərabər yanlı düz bucaqlı üç bucaq olur. Trapesiyanın hündürlüyü 8-dir. Hündürlük 8-dirsə, onda burada 8 olmalıdır. Çünki bərabər yanlıdır. Trapesiyanın hündürlüyü 8, orta xətti isə 18 olarsa, onun oturacağını tapın. Orta xətt 18-dir. Buradan da bir dənə orta xətt çəkək. Buradan digər hündürlüyü də çəkək. Digər hündürlüyü çəksək, bura 8-dirsə, bura da 8-dir. Çünki bərabər yanlıdır. Bu orta xətt, bu hissə həm də üçbucağın orta xəttidir. Həm bütövlükdə trapesiyanın orta xəttidir. Bu hissə isə üçbucağın orta xəttidir. Bura 8-dirsə, bura 4 olacaq. Orta xətt oturacağın yarısına bərabər olur. Bura 8-dirsə, bura da 4-dür. Orta xətt 18 idi. Orta xətt 18-dirsə, bu 18-dən buradakı 4'ləri çıxsaq, qalacaq 10. Yəni buranın uzunluğu 10-dur. Burada düz bucaqlıdır. Bura 10-dursa, bura da 10-dur. Bura da 10-dur. Belə bu qayda ilə oturacaqları tapa bilərik. Kiçik oturacaq oldu 10, böyük oturacaq isə oldu 10, 8, 8, 26. 26 və 10. 10 və 26. Oturacaqları tapdıq. 8-ci suala baxaq. Diaqonalı 4/3 olan kubun həcmini tapın. Kubun diaqonalı A/3-dür. Kubun. Kvadratın diaqonalı A/2-dir. Kubun diaqonalı isə A/3-dür. Bu bərabərdir 4/3-ə. Buradan kök-3'ləri ixtisarlasaq, deməli kubun tili 4-dür. Kubun tili 4-dürsə, həcmini biz A-nın kubu ilə tapırıq. 4'ün kubu eləyəcək 64. Kubun həcmi oldu 64. 29-cu suala baxaq indi. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Əgər kvadratik funksiya y bərabərdir x plus a, daha doğrusu minus x minus a-nın kvadratı plus b. Kvadratik funksiya bu şəkildə verilibsə, onda təpə nöqtə AB nöqtəsi olur. Yəni buranı əks işarə, möhtərizənin içərisində əks işarə ilə götürürük. Çöldə isə olduğu kimi götürürük. Bu olur parabolanın təpə nöqtəsinin koordinatları. Demək, parabolanın təpə nöqtəsi olacaq -1 və 3.
Parabolanın təpə nöqtəsi oldu -1 və 3 nöqtəsi. Sonra bərabərsizliklər sisteminin ən böyük tam həllini tapın. Əvvəlcə gəlin, ümumiyyətlə sistemi tapmaq üçün kəsişməni götürməliyik. Ayrı-ayrı tapıb sistemi götürəcəyik. Bərabərsizliklər heyəti olsaydı, amma birləşməni götürərdik. Əvvəlcə birincisini hesablayaq. 2x çıxılsın 10 böyükdür 10-dan. 2x böyükdür. 10'u keçirsək müsbət olub toplanacaq 20. X də böyükdür. 20'ni 2'yə böldük 10. İndi ikincisini həll eləyək. 2 çıx x böyükdür -18'dən. -x böyükdür -20'dən. Hər tərəfi mənfiyə vursaq işarə dəyişər və bu işarə də dəyişir. Mənfiyə vuranda, bərabərsizliyin hər tərəfini işarə və mənfiyə vuranda bərabərsizlik işarəsi dəyişir. Böyükdürsə dəyişir olur kiçik. X kiçikdir 20'dən. X 10'dan böyükdür 20'dən kiçik. Biz bunun kəsişməsini tapmalıyıq. Kəsişmə də bizə nəyi verir? 10'dan böyükdür 20'dən kiçik. 10'dan böyükdür 20'dən isə kiçikdir. Yəni 10'dan 20'yə qədər bunlar kəsişiblər. 10, 20 olur. 10, 20 arası. Ən böyük həllini soruşur. Ən böyük həlli olacaq 19. 11-ci sual. Ədədi silsilədir. A1 verilib, A7 verilib. Silsilənin 29'a bərabər olan həddinin nömrəsini tapın deyir. Gəlin əvvəlcə buradan biz D-ni də tapaq. Çünki 29'a bərabər olan həddin, yəni n-ci həddin düsturu AN bərabərdir A1 plus n çıx 1 vurulsun D-dir. N-ci həddin düsturu budur. İndi bizdən 29'a bərabər -29. AN -29'dur. -29'a bərabər olan həddin nömrəsini soruşur. Yəni n-ini soruşur. Burada A1'i bizə veriblərdi. A1'i də yerinə yazaq. A1'in qiyməti 3'dür. Yazdıq yerinə. N-ci hədd var -29. Birinci hədd var 3. Və bizdən n-i soruşur. D-ni də tapmaq lazımdır. D-ni də gəlin buradan tapaq. A7'nin yerinə biz A1 üstə gələk 6D yaza bilərik. Bu bizə verilib bu. Deməli, A7'ni veriblər -9. A1'i veriblər 3. Demək, silsilə fərqini də indi tapa bilərik buradan. 6D'dir də bu 6D. 3'ü bu üzə keçirsək -12 olacaq. 6D. D də bərabərdir -2'yə. Silsilə fərqini tapdıq 2. Silsilə fərqinin özünün düsturu da var. D bərabərdir A7 çıxaq A1 bölünsün 7 çıxaq 1. Yəni -9 çıxılsın 3 bölünsün 7'dən 1 çıxsaq 6. -12'ni də 6'ya bölsək -2 qalır. Silsilə fərqini belə də tapa bilərik. Yəni silsilə fərqimiz oldu -2. Necə istəsəz elə tapa bilərsiniz. Yəni D-nin də yerinə gəlin -2'ni yazaq. D-nin də yerinə -2'ni yazaq. Silinmədi bu. -2. Silsilə fərqinin də yerinə -2'ni yazdıq. İndi nömrəni tapa bilərik. -29'a bərabər olan həddin nömrəsini tapa bilərik. 3'ü keçirsək bu üzə toplanacaq. -32 olacaq. -32 bərabərdir n çıx 1 vurulsun -2'yə. -32'ni də -2'yə bölsək 16 qalacaq. N çıx 1 olduğu kimi qalır. 1'i də keçirsək 17 olacaq. N bərabərdir 17'yə. Həddin nömrəsi oldu 17. 12-ci suala baxaq. Funksiyanın qrafiki absis oxunu hansı nöqtədə keçir? Absis oxunu kəsmə nöqtəsini tapmaq üçün ordinatı 0 götürməliyik. Absisi kəsmə nöqtəsi üçün ordinatı 0 götürməliyik. Ordinatı kəsməsi üçün absisi 0 götürməliyik. İndi burada absis soruşduğuna görə y-i 0 götürməliyik. 0 bərabərdir 2'də 1 x çıxılsın 4. -4'ü sağ tərəfə keçirsək və 4'ü kvadrat şəklində yazsaq, 4 2'nin kvadratıdır. Burada 2'də 1 üstü x'i də 2 üstü -x yazmalıyıq. Çünki 2'də 1'in tərsi -2'dir. Sürətlə məxrəcin yerini dəyişəndə qüvvəti mənfi götürməliyik. Deməli, buradan da görsənir ki, x -2'dir. X bərabərdir -2'yə. Y də bərabərdir 0'a. Yəni nöqtəmiz nə oldu? -2, 0 nöqtəsi. -2, 0 nöqtəsi.
Apsis oxunu kəsmə nöqtəsi -2, 0 nöqtəsidir. 13-cü suala baxaq indi. Qonşu bucaqları göstərin. Qonşu bucaqlar cəmi 180 dərəcədir. Cəmi 180 olanları tapırıq. İşimiz qurtarır. Cavab elə A variantıdır. Cəmi 180 eləyir. 170 eləyir. Bu da 170 eləyir. Bu 190 eləyir. Bu da 360 eləyir. Qonşu bucaqların cəmi 180-dir. 14-cü suala baxaq. Tənliyin 20 və 180 dərəcə aralığına daxil olan köklərinin dərəcə ölçüsünü tapın. Köklərinin cəmini tapmalıyıq. Biz burada indi biri sinusdur, biri kosinusdur. Biz əvvəlcə bunun hər ikisini eyni adlı funksiyaya gətirməliyik. Yəni sinusu kosinusa çevirə bilərik biz burada. Sinusun yerinə 1 çıxılsın kosinus kvadratı 5x yazsaq, hər ikisi kosinus olacaq. Çıxılsın 3 bərabər 0-a. Vurub açırıq. 3 çıxılsın 3 kosinus kvadratı 5x çıxılsın 7 kosinus 5x çıxılsın 3 bərabər 0-a. Hər tərəfi mənfiyə vuraq. Bu kvadrat tənlik normal bir kvadrat tənlik olsun. 3 kosinus kvadratı 5x üstə gələk 7 kosinus 5x. Burada 3 ilə -3 gedəcək. Bərabərdir 0-a. İndi gəlin buradan kosinus 5x-i mühtəriz xərcdən çıxardaq. Burada qalacaq 3 kosinus 5x. Burada qalacaq 7. Bərabərdir 0-a. Ortaq vuruğu mühtəriz xərcdən çıxardıq. İndi burada ayrı-ayrı hasil sıfırdırsa vuruqları ayrı-ayrı sıfıra bərabərləşdirə bilərik. Kosinus 5x bərabər 0-a. Bir bunu həll edəcəyik və 3 kosinus 5x üstə gələk 7 bərabər 0-a. Bunu da 0-a bərabərləşdirib həll edəcəyik. Bunun həlli yoxdur, çünki kosinus 5x bərabərdir. 7-ni sağa keçirsək olacaq -7. 3-ə də bölsək olacaq -3/7. -3/7 -1 bir parçasına düşmür. -1 bir parçasına düşmür. Yəni kosinus bu qiyməti ala bilməz. Kosinus -3/7 qiymətini ala bilməz. Ona görə bu boş çoxluqdur. Bunu həll eləmirik. Gəldik buna, bunu həll eləməyə. Bu da xüsusi haldır. Kosinus x 5 olanda xüsusi hal olur. 5x bərabərdir. Kosinus 0-ı 90 dərəcədə alır. Yəni pi böl 2-də 90 dərəcədə alır və dövrü də pi k üstünə gəlirik. 90 0 olanda pi k olur dövrü. Xüsusi haldır bu. İndi biz bunu nə etməliyik? Hər tərəfini də 5-ə bölməliyik. Hər tərəfi 5-ə bölsək x bərabər olacaq. Pi böl 2-ni 5-ə bölsək olacaq pi böl 10. Pi böl 10 yəni 180 böl 10, yəni 18 dərəcə olacaq. Pi 180 dərəcədir. 180-i 2-yə bölsək 90, 90-ı da 5-ə bölsək 18 düşür. Bunu da dərəcə ilə yazaq. Bu 180K-dır da, bu 180K. 180-i 5-ə bölsək 36K qalacaq. 36K. Niyə dərəcəyə çevirdik bunu? Çünki bu aralıqda 20-180 arasında düşməsi üçün pilərlə hesablamaq çətindir. Ona görə dərəcəyə çevirdik ki, rahat olsun. İndi K-ya 1 versək, K-ya 0 versək, x nə olacaq? K-ya 0 versək, x olacaq 18. Bunu götürmürük. Bunu götürməliyik. K-ya 1 versək, 36, 36-nı 1-ə vursaq 36, üstünə də 18 yüksək, 40, 54 eləyir. X olur 54. Aha, bunu götürəcəyik, bu aralığa düşür. K-nı 2 götürsək, 2 dəfə 36-nın 72, 72-nin də üstünə 18 gəlsək 90. X olacaq 90. Bunu da götürürük, bəli, K-nı 3 versək. K-ya 3 versək, 108, 36-nı 3-ə vursaq 108, 108-in üstünə 18 gəlsək 108, 126. X olacaq 126. Bu da düşür bu aralığa. K-nı 4 götürsək, nə olur bəs? K-nı 4 götürsək, olacaq 120, 4 dəfə 36, 144, 144, düzdürmü? Səhv ola bilər, 144. 144-ün də üstünə 18, 150, 162. X bərabərdir 162. Bu da bu aralığa düşür. Amma 5 versək böyük olacaq. 180-dən böyük olacaq 5 versək. Ona görə 180-i götürmürük. K-ya 5 versək, bu da düşməyəcək bu aralığa. X böyük ədəd olacaq. Və mənfi mənfilər də yoxlamalıyıq burada. Məsələn, K-ya -1 versək nə olar? K-ya -1 versək,
Mənfi 36, mənfi 18 eləyir. X eləyir mənfi 18. Mənfi 18 də bu aralığa düşmür. Ona görə mənfilərə ümumiyyətlə baxmırıq. Ondan sonra bunların cəmini soruşur. 54-ü, 90-ı, 126-nı və 162-ni enirik, toplayırıq. Və bizdən cəmini soruşurdu. Onları toplayıb tapırıq. 15-ci suala baxaq indi. Hesablayın deyir. Burada biz vergülləri sağa sürüşdürə bilərik. Buradan 2 vahid sürüşdürsək, vergülü 2 vahid sürüşdürsək, bu olacaq 45. Bunu da 2 vahid sağa sürüşdürsək, olacaq 450 tam %45 bölünsün 45. Bu 10 dəfə düşəcək, 450. Burada diqqətli olmaq lazımdır. Biz 2 dənə ədəd endiririksə, 10 dəfə düşdü. Vergülə gəlib çatdıq, vergül qoyduq bura. 2 dənə ədəd endiririksə, bura 0 artırmalıyıq. 2 dənə ədəd endirmişik. Yəni 10 tam onda 1 düşdü. 10 tam %1 düşdü. Bunun da üstünə 29 tam 99-u gəlsək, 11 yadda, 11 yadda, yenə 11 yadda və 4. 40 eləyəcək cavab. Cavab oldu 40. 16-cı sual. Çoxluqları üçün B çıxanı, yəni B-də olan A-da olmayan, B-də olan A-da olmayanı tapmalıyıq. A-da var, A-da var. Bunu götürürük. Bunu götürürük, bunu götürürük. B-də olan A-da olmayan C, D, Y. Neçə dənədir? 1, 2, 3 dənədir. Cavab olur A variantı. Hesablayın. 17-ci sual hesablayın. Baxırıq dərəcələrə. Dərəcələr eynidirsə, eyni kökün altında vura bilərik. Yəni 25 vurulsun 135 yaza bilərik. Bərabərdir. 25-i yazaq 5-in kvadratı. 135-i də yazaq 5 vurulsun 27 kimi yazaq. 5-i 27-yə vuranda 135 eləyir, bəli. Sonra indi 5-i kvadratını 5-ə vursaq 5-in kubu eləyir. 27 də 3-ün kubudur. 27 də 3-ün kubudur. 5-in kubundan 5 çıxır, 3-ün kubundan da 3 çıxır. 3-cü dərəcədən. Bu da eləyir 15. 18-ci suala baxırıq. Tənliyi həll edin deyir. Loqaritma 8 əsasdan. Loqaritmik tənlikləri həll edəndə, sadə loqaritmik tənlikləri həll edəndə, buradakı 1 nə olmalıdır? Gəlməlidir 8-in qüvvətinə. Yəni 10 çıxılsın loqaritma. Bu ümumi loqaritma 6 ifadədir. Bunların hamısı loqaritma 6 ifadədir. 10 çıxılsın loqaritma 3 əsasdan 2x plus 1 bərabərdir 8 üstü 1-ə. 1 gəlir 8-in qüvvətinə. Buradan da loqaritma 3 əsasdan 2x minus 1 bərabərdir 8-dən 10-u çıxırıq, qalır mənfi 2. Hər tərəfi də mənfiyə vururuq. Nəsə belə yazaq. Mənfi 2 qalır. Hər tərəfi də mənfiyə vursaq, bu mənfilər də buradan gedir. Eyni qayda ilə 2-ni eynirik, gətiririk 3-ün qüvvətinə. 2x çıxılsın 1 bərabərdir 3 üstü 2-yə. Yəni 9-a. Deməli 2x bərabərdir 1-i keçirdik 9-dan topladıq. Elə də 10, x də bərabərdir 5. 19-cu suala baxaq indi. Tərəfi 6 olan bərabər tərəf. Bura ətraflı yazılı tələb edən suallar. Yəni bunun həllini mütləq yazmaq lazımdır. Tərəfi 6 olan bərabər tərəfli üçbucağın bir tərəf ətrafında fırlanmasından alınan cismin həcmini tapın. Bərabər tərəfli üçbucaqdır. Bunu bu formada çəkək. Bərabər tərəfli üçbucaqdır. Biz bunu tərəf ətrafında, yəni bu formada belə fırlasaq, bir tərəf ətrafında belə fırlasaq bunu, belə bir cisim alınacaq. Bunu fırladıqda belə bir cisim alınacaq. Bu nədir? Bunu ortadan yarısını təsəvvürləsək, bu konusdur. 2 dənə konus alınır burada. Biz bunun bir dənəsini hesablayıb, yəni bu konusu hesablayıb, 2-yə vuracağıq. Bu konusu hesablayıb 2-yə vuracağıq. Bu da bunun radiusudur. Bu konusu hesablayıb 2-yə vursaq, bu cismin həcmini tapa bilərik. Bu
ABC üçbucağı deyək də buna. ABC üçbucağı. Buna da H deyək. Bu hündürlükdür. Bu BH əslində radiusdur. Bərabər tərəfli üçbucaqda hündürlüyü A kök 3 bölü 2 ilə tapırıq. A kök 3 bölü 2 ilə tapırıq hündürlüyü. Yəni bu da tərəf 6-dır burada. 6, 6. Burada 6-dır. Yarıya bölsək 3, 3 düşür. Deməli, A-nın yerinə də 6-nı yazsaq, 6 vuraq kök 3 bölü 2 elədi 3 kök 3. Bərabər tərəfli üçbucaqdır. Yəni radiusu tapdıq. Radiusla hündürlük burada H. Bu birisi H-dan söhbət. BH-dan söhbət gedir. Bax buradan BH. Gəl bura BH yazaq. BH. Deməli R bərabər oldu nəyə? 3 kök 3. R oldu 3 kök 3. Konusun həcmini tapmaq üçün V bərabərdir 3də 1 S oturacaq vuraq H. Oturacaq dairədir. Pi R kvadratı vur H. Bu da 2 dənə olduğuna görə bunu da vuracağıq 2-yə. Bunu da vuracağıq 2-yə. Çünki 2 dənə konus alınır burada. Biri yuxarıda, biri aşağıda. Bərabərdir. Bərabərdir. Buradan yazaq. 3də 2 3də 2 vurulsun pi vurulsun R kvadrat. R-i nə tapdıq biz? R-i 3 kök 3 tapdıq. 3 kök 3-ün kvadratı vurulsun H. H da konusun H-ıdır. Buradakı H konusun öz hündürlüyüdür. Konusun hündürlüyü 3'dür burada. Konusun hündürlüyü 3'dür. Bərabərdir. 3'ləri buradan ixtisar elədik. Qaldı 2 pi vurulsun. 3 kök 3'ün kvadratı 9 vur 3 eləyir. 27, 54 pi. 54 pi oldu. Cismin həcmi oldu 54 pi. 20-ci sual. Diaqonallarının uzunluqları cəmi 28, tərəfi 10 olan rombun sahəsini tapın. Deməli, belə bir rombdur. Tərəfi 10-dur. Diaqonallarının cəmi D1 plus D2 bərabərdir 28 verilib bizə. Diaqonalların cəmi verilib bizə 28. Gəl bunun hər tərəfini yarıya bölək. Hər tərəfini 2-yə bölək. Burada düzbucaqlı üçbucaq var. Pifaqor teoremini tətbiq eləmək istəyirəm. Bunun hər tərəfini yarıya bölürəm ki, bu hissələri tapam. Hər tərəfi 2-yə bölsəm, olacaq D1 böl 2 üstə gələk D2 böl 2 bərabərdir 14-ə. İndi gəl hər tərəfi kvadrata yüksəldək. Niyə kvadrata yüksəldirik? Çünki rombun sahəsi D1 vur D2 böl 2-dir rombun sahəsi. İndi biz bunu kvadrata yüksəlsək, burada D1 vur D2 böl 2-ni ala bilərik. Hər tərəfi kvadrata yüksəldirik. Hər tərəfini kvadrata yüksəldirik. Oldu. D1-in kvadratı böl 4. Üstə gələk 2 vurulsun. D1 vur D2 böl 2 vur 2. 2 vur 2. Üstə gələk D2-nin kvadratı. D2'nin kvadratı böl 4 bərabərdir 14'ün kvadratı. 14'ün kvadratı 196 edir. 196. İndi bunlar ixtisar geçsə burada D1 vur D2 böl 2 bu S'dir. Sahəni tapdıq buradan S. Sahəni tapdıq S. İndi biz burada Pifaqor teoremi ilə burada bu nə oldu? D1 böl 2, bu da oldu D2 böl 2. Gəl indi bura Pifaqor teoremini tətbiq edirik. Yəni D1 böl 2-nin kvadratı. Yəni katetlərin kvadratları D2-nin kvadratı böl 2. Bərabərdir hipotenuzun kvadratına yazsaq bunu. Yəni bunların yerinə, bu ikisinin yerinə biz nə yaza bilərik? 100 yaza bilərik. Bu ikisinin yerinə nə yazacağıq? 100 yazacağıq. Olacaq. Bu da S'dir. D1 vur D2 S'dir bu. Sahədir. Yəni S plus D1'in bu ikisinin yerinə nə yazırıq? 100 yazırıq. Bərabərdir 196-ya. S də bərabərdir. 196-dan da 100'ü çıxsaq qalacaq 96 və rombun sahəsini tapmış olacağıq. 21-ci suala baxaq indi. 21-ci sualda
21-ci sualda tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığarsa, bütün imtahanlarda yığdığı orta bal 50, son imtahanda 74 bal yığarsa, orta bal 56 olar. Deməli, tələbə iştirak etdiyi sonuncu imtahandan 50 bal yığıb. Bütün imtahanlarda yığdığı orta bal 50-dir. Bütün imtahanlarda yığdığı bal 50-dir. Orta bal 50. Son imtahandan 74 yığarsa, orta bal 56 olar. Yani biz bütün imtahanı tutaq ki, bu en sayda imtahana girib. En sayda imtahana girib. Sonuncudan 50 bal yığarsa, bütün imtahanlardan yığdığı orta bal 50 olar. Tutaq ki, en çıxaq bir dənə imtahana girib, rahat olsun deyə en çıxaq bir götürək. Onda sonuncu imtahana da girsə və buradan tutaq ki, en çıx bir imtahana girib və cəmisi x bal toplayıb. Onda bunun orta balı nə olar? Cəmi bölməliyik imtahanların sayına, düzdürmü? İndi son bir dənə də imtahana girsə, bunların cəmi demək, son bir dənə də imtahana girsə, bunun cəmi balı olacaq x üstəgəl 50 və imtahanların sayı da olacaq n, bir vahid artmış olacaq. Əgər sonuncu imtahandan 74 bal yığsa, bölünsün, onda orta balı 56 olacaq. Burada nə yazmışdıq? Burada sonuncu imtahandan 50 bal yığsa, orta balı 50 olacaq. Sonuncu imtahandan 74 bal yığsa, orta balı 56 olacaq. İndi biz buradan həm bu n tapa bilərik, ümumi imtahanların sayını tapa bilərik, həm də o sonuncu imtahandan əvvəl nə qədər bal toplayıb onu tapa bilərik. Onu soruşmur bizdən, biz sadəcə buradan n-i tapacağıq. Deməli, yenə deyirəm, təzədən yenə deyək. Bax, tutaq ki, x dənə imtahana girib, son imtahanı qalıb. Son imtahandan 50 bal toplasa, orta balı 50 olacaq və imtahanların sayı da n olacaq. Son imtahandan 74 bal yığsa, onda orta balı 56 olacaq. İndi gəlin buradan bu sistemi həll eləyək. Necə həll eləyək? Çarpaz vuraq. Çarpaz vursaq, olacaq 50n bərabərdir x plus 50-yə. Bunu da çarpaz vursaq, 56n bərabərdir x plus 74-ə. Tərəf-tərəfə gəlin, çıxaq bunu. İkincidən birincini çıxaq. 56n-dən 50n-i çıxsaq, qalacaq 6n. X-dən x-i çıxsaq, bunlar gedəcək. 74-dən də 50-ni çıxsaq, qalacaq 24. N də bərabər 24-ü 6-ya bölürük, qalır 4. Deməli, bu cəmi 4 dənə imtahanda iştirak edib ümumilikdə. 22-ci suala baxaq. N parametrinin hansı qiymətində nöqtəsi düz xəttdə nəzərən simmetrik olar? Demək, 2 nöqtə düz xəttdə nəzərən simmetrikdirsə, 2 dənə nöqtə düz xəttdə nəzərən simmetrikdirsə, yəni bunları biz toplayıb 2-yə böləndə, bu düz xəttin üzərinə düşməlidir. Simmetrikdir, çünki məsafələr eynidir. Yəni, m üstəgəl 1 ilə m üstəgəl 5-i toplayıb 2-yə bölsək biz, bu düz xəttin üzərinə düşəcək. Eləyir neçə? 2m üstəgəl 6 bölünsün 2 bərabərdir m üstəgələk 3. Sonra, indi y-ləri toplayırıq. M üstəgəl 6 ilə m çıx 4-ü toplayıb 2-yə bölsək, olacaq 2m plus 2 böl 2, bu da olacaq m plus 1. Deməli, bu düz xəttin üzərindəki nöqtə oldu
X oldu m üstəgəl 3, y də oldu m üstəgəl 1. Yəni bu nöqtə buna aiddir. Yəni biz yerinə yaza bilərik. Bunu x-in yerinə, bunu da y-in yerinə yaza bilərik. Gəlin yazaq. Demək 3 vurulsun, 3 vurulsun. X-in yerinə yazıram m üstəgəl 3. M üstəgəl 3 plus 2 vurulsun, 2 vurulsun. Y-in də yerinə yazıram. Gəlin buna yazaq. Y bərabər olsun. X də buna bərabər olsun. X də buna bərabər olsun. 2 vurulsun. M üstəgəl 3. Yox. M üstəgəl 1. M üstəgəl 1 bərabərdir 26-ya. 3m vurub açırıq. Üstəgəl 9. Üstəgəl 2m. Üstəgəl 2 bərabərdir 26-ya. Bunları toplasaq eləyəcək. 5m üstəgəl 11 bərabər 26-ya. 5m bərabər 26-dan 11 çıxsaq 15-ə. M bərabərdir 3-ə. M oldu 3. Demək m 3 olsa bunlar bu düz xəttə nəzərən simmetrik olacaq. İndi baxaq. Gəlin 23-cü suala. Tam dolu çəndəki suyun həcmi tam dolu çəndəki suyun hamısını bərabər həcmli 14 qaba töksək, hər qabda 4 litr boş yer qalar. Bu qablardan 10-u tam doldurulduqda isə çəndə 60 litr su qalar. Hər bir qab neçə litr su tutur? Deməli, qablar tutaq ki, x litr su tutur. Hər qab x litr su tutur. Bunu 14 qaba töksək, 14 vuraq x, 14 qaba töksək. Hər qabda 4 litr boş yer qalar. Hər qabda 4 litr boş yer qalar. Yəni, x çıxaq 4. Qab x litr tutur. Onun 4 litri boş qalsa, deməli, x çıxaq 4 litr su var da həmin qabın içində. O qabdan da 14 dənə var. Deməli, çəndə bu qədər su var. İndi, bu qablardan 10-u tam doldurulsa, yəni 10 vurulsun x. X tam dolub, yəni 4 litr boş qalmayıb, tam dolub. Çəndə 60 litr su qalar. Yəni, kənarda 60 litr su qalar. Bu da çəndəki suyu göstərir, bu da bütün suyu göstərir. Hər ikisi bütün suyu göstərir. Yəni, sular bir-birinə bərabərdir. Deməli, burada birincidə 14 qaba töküblər. Bütün suyu 14 qaba bölüblər. Hər qabdan 4 litr əksik qalıb. İkinci vəziyyətdə isə 10 dənə qabı tam doldurublar, 60 dənə su kənarda qalıb da, yəni qablara boşaltmayıblar. 14x çıxılsın 56 bərabərdir 10x plus 60-a. 10x'i keçirib çıxarsaq 4x, bunu keçirib toplasaq 116. 116-nı da 4-ə bölsək qalacaq 3 dəfə yox, 2 dəfə düşür. 29. Hər qab 29 litr su tutur. 24-cü suala baxaq indi. Eyni ölçülü ağ və qara kürəciklərdən olan torbalarda qara kürəciklərin sayı ağ kürəciklərin sayından 20 ədəd çoxdur. Deməli, qaradır və ağdır. Qara kürəciklərin sayı ağ kürəciklərdən 20 ədəd çoxdur. Yəni, qaralar x üstəgəl 20-dir, ağlar isə x-dir. Çıxarılan bir kürəciyin ağ olma ehtimalı. Ehtimalı tapmaq üçün nə etməliydik biz? Ümumi hallar, bütün mümkün halları məxrəcə yazmalıyıq. Yəni, x üstəgəl 20 bir kürəciyin ağ olması. Ağ da x-dir. Bərabərdir 12-də 5-ə. Bərabərdir 12-də 5-ə. Bütün kürəcikləri məxrəcə yazdıq. Ağ kürəcikləri surətə yazdıq. Ehtimal 12-də 5-dir. Gəlin çarpaz vuraq. 12x bərabərdir 5x üstəgəl 5x üstəgəl 100. Çarpaz vurduq. 10x, 12-dən 10'a çıxsaq qalacaq 2x bərabərdir 100-ə. X də bərabərdir 50-yə.
X oldu 50. Yəni 50 dənə ağ kürəcik var, 70 dənə də qara kürəcik var. 50 üstə gəl. Bu oldu 50, bu oldu 70. Cəmi kürəciyi soruşur. Bu cəmini də mütləq yazmaq lazımdır, yoxsa tam bal verməzlər. 120. 25-ci suala baxaq. Tərkibində A, B, C, D maddələrindən ibarət olan məhlul verilib. Məhlul verilib. Cədvəldə maddələrin faizlə miqdarı verilib. Kütlə və faizləri verilib. Cədvələ əsasən məhluldakı A maddəsinin kütləsini hesablayın. İndi biz burada hər ikisi məlum olan budur. Görürsünüz, bu C-də hər ikisi məlumdur. Həm kütləsi məlumdur, həm də faizi məlumdur. İndi biz buradan bütün məhlulu tapa bilərik. Gəlin bütün məhlulu tapaq. Deməli, 28 faizi 70'dirsə, 28 faizi 70'dirsə, onda 100 faiz nə qədərdir? 100 faiz x-dir. X bərabərdir 70'i vurduq 100'ə, böldük 28'ə. 4'ə ixtisarləsək, 7'yə ixtisarləsək 4 burada qalar, 10 burada qalar. 4'dən də 100 ixtisarləsək 25, bu elədir 250. Ümumi məhlul 250'dir. Yəni A üstə gəl, B üstə gəl, C üstə gəl, D hamısı 250'dir. Bunu tapdıq. İndi gəlin buranı tapaq, D-ni tapaq. Deməli, yenə yazırıq. 70 faiz 28 faizdirsə, 28 faizdirsə, 20 faiz də x-dir. 20 faiz də x-dir. Deməli, x bərabərdir 70 vurulsun 20 bölünsün 28. Yenə 7'yə ixtisar edirik 4. Burada qalır 10. 20'ni 4'ə bölsək 5. 5'i də 10'a vursaq 50. Deməli, bura oldu 50. İndi gəl buranı tapaq. Yine buranı silək. Yaxşı silməyəcək. İndi gəl buranı tapaq. 70-28 faizdirsə, 70-28 faizdirsə, 40 da x faizdir. 40 da x faizdir. Yenə x bərabərdir. 40'ı çarpaz vururuq 28'ə, bölürük 70'ə. Yenə 7'yə ixtisar eləsək bunu, 7'yə ixtisar eləsək 10 burada qalır, 4 burada qalır. Bunları da 10'a ixtisar eləsək burada 4 qalır, 4'ü də 4'ə vursaq 16 eləyir. Deməli, burada oldu 16 faiz. Bunların cəmsi 250 eləməlidir. Toplayaq bunları. 40'la 70, 110, 160. 160, 250'dən də 160'ı çıxsaq, 250'dən də 160'ı çıxsaq, 90 qalır da, düzdürmü? 90. Sonra bunlar da bu cəmi maddədir. Cəmi maddə 250 olmalıdır. Bu da 100% olmalıdır. Bunda 100%-dən çıxmalıyıq. Bunları toplasaq 20, 48, 50, 48, 58, 64. 100%-dən də 64% çıxsaq qalacaq 36%. Burada oldu 36%. Həm maddələrin kütləsini, həm də faizini tapdıq.